Artıq Ramazan ayı bitib və Ramazan ayının bitməsi ilə bəzi insanlar özləri də bilmədən zarafatlar, mizahlar edirlər. Hansı ki, bu mizahlar bizim alt şuurumuza böyük bir təsir buraxır. Məsələn, onlar dini geyimlərini, başlarından araqçınları çıxardaraq, nəfslərinə, şeytanlarına uymaqları açıq-aşkar reklam edirlər. İnsanlar da bilməyərəkdən bunları bəyənir və gülümsəyərək üstlərindən keçirlər. Amma bunlar bizim alt şuurumuza mənfi təsirlərini buraxır. Alt şuurumuz sanki bunu bu cürə qəbul edir ki, Ramazan ayı boyunca heç bir günah eləmə, Ramazan ayından sonra isə nəfsinin əmr elədiyi, şeytanın vəsvəsə elədiyi hər bir günahı eləməyə ixtiyar sahibisən. Halbuki dinimizdə haram olan əməllər həm Ramazan ayında, həm də digər günlərdə, aylarda haramdır. Ramazan bayramınız mübarək. Allahdan istəyirəm ki, Ramazan ayında necə yaşamışıqsa, Ramazan ayından sonra da o cürlə yaşayaq.